Yeni gelenler inşallah hoş geldiniz benim yeni YouTube vloguma. Bugün çok xoşbəxtəm. İndi sizin başınızı şişirmirəm, amma bayaqdan anam başını şişirirəm. Gic-gic səslərlə mahnılar oxuyuram və sevincimi ifadə edirəm. Çünki bugün çox xoşbəxtəm, çünki Qubaya gedirik. Bəli, şık. Bilirsiniz ki, sizə Yenilik 2 vlogunda demişdim ki, əgər alınsa bir problem çıxmasa Qubaya gedəcəm və Qubaya gedirik. Neçə gün qalacağımız haqqında bir fikrim yoxdur. Bir gün. Çok atmağa lazım değil, ehtiyac yoktur. Onlar dördarlar bir gün. İndiden deyirəm, bir gün. Bir gündə qalma ehtimalımız var, 2 gündə. Bir gün, cəmi bircə günlük gedir, işlərim var. Bir gündə qala bilərik, 2 gündə, 3 gündə. Aynen bir gün. Yaxşı, neyse siz başa Və bugün dəstansı bir şəkildə sumka hazırlamışam. İndi sizə sumkamı göstərirəm. Sumka yok, veş. Veş denen, o sumka değil, o veştir. Veş, bir gün 10 tane kofta aparmalı. Təəssüflər olsun ki, özüm üçün yeni şeylər sifariş vermişdim və çoxsu gəlmədi. Özüm üçün pijama demişdim və aşiq olacağınız bir dəst, sportivni dəst demişdim. Mən ilk görüşdə aşiq olmağa inanmırdım, amma ta ki o dəsti görənə qədər. Çox mükəmməl bir dərs idi və təəssüflər olsun ki, hələ ki gəlməyib. Ona görə də evdə olan ləvazimatlarımı aparmaq məcburiyyətindəyim. Şu an bu videoda yarı paltarları göstermeyeceğim çünkü hala yarısını seçmemişim. Yarısını daha çok əlavə edeceğim. Yarısı da ki gedəndə əlimdə olan ləvazimatlardır. Ona görə sadəcə hal-hazırda sumkama qoyacağım şeyləri göstereceğim. Yola çıxmamız hələ 3-4-5 saat arası məsafə var. Yeni şeyləri də təbii ki arttıracağım. Hələ ayaqqabılar falan var, papaqlar falan, aksesuarlar, makyaj ləvazimatları və s. Ona görə çox şeyimiz var. Onları hazırlamadan istədim bunu göstərim sizə, yaddan çıxmasın deyə. Onda başlayalım. Qulaqcıq. İndi siz mənə deyirsiniz ki, əlin qulaqcığın orada nə işi var? Bilirəm, bunu soruşursunuz, amma bunu siz nə üçün götürürəm uşaqlar? Orada belə çox belə tam bir payız ayının görkəmini verəcək bir əhval ruhiyyədə bir meşəliyi var və orada çox gözəl şəkillər çəkəcəm. Bu da mənim belə qulağımda olacaq. Səsimi eşitmədiyim üçün biraz yavaş danışmış ola bilərəm. Yəni bu çox gözəl olacaq. Ona görə də bunu götürürəm. Daha sonra fanar götürürəm uşaqlar. Sadəcə fanar indi burada olduğu üçün. Fanar nə əlaqə deyəcəksiniz? Şəxsən anam məndən fanar götürdüyüm üçün çox məzələndi. Dedi ki, mən meşədə gəzəcəm, birdən sən uşaqlar bu mən axtarıb tapa bilsin. Fanar götürdüyüm üçün anam məndən çox məzələndi ki, meşədə məni axtaracaqsan falan, amma yox. Siz nə üçün götürürəm? Şəkillərim üçün. Bloger olmağın pis yanı da budur, bəli. Devamı. Bir dənə belə bir balonka götürürəm. Qış ayında nə balonka dediyimizi eşidirəm. Amma oranın hava durumu isti olacaq. Və yanımda zaten 2 dənə də artıq kutka götürürəm. Evdə tutacağım, bilmirəm nəsə buna geyinəcəm. Ona görə bir dənə bunu götürürəm. Bir də bunu elə bir kofta ilə kombinləmişəm ki, indi birazdan görəcəksiniz. O kofta çox qalın bir koftadır. Və üstündən kutka geyinə bilmərəm. Ona görə nazik bir şeylər götürmüşəm. Yəni məncə bu çox gözəldir. Daha sonra belə bir şalvar. Arxasını göstərirəm səhvəm, üzürlü sayın. Belə bir şalvar. Çox gözəl bir şalvardır. O bir şalvarımı gətirmədim uşaqlar, çünki o bir şalvarımı gedəndə geyinəcəm və gedəndə geyinəcəyim şeyləri bura gətirmədim. Videonun başındakı dediyim kimi. Hamısı o bir sort taxtadır. Yeni şeylər əlavə edəcəm. Yəni gedəndə geyinəcəyim şeylər hamısı o bir sort taxtadır. Onları gətirmədim. Daha sonra belə bir kofta. Bu kofta təzə koftadır uşaqlar. Siftəsini eləməmişəm. Siftəsini məndən qabaq ana eləyib. Canlılarda geyinirdim. Bəli. Bu mənim təzə koftamdır. Kargo vlogunu çəkdim. Ondan hardasa 2 gün sonra gəldi bu kofta. Bunu çəkməməmin səbəbi o oldu ki, sadəcə tək bir koftadır və tək bir koftaya görə vlog çəkmək istəmədim, amma bu da yeni bir koftadır və çox gözəldir. Bunu nə ilə kombinləyəcəm bilirsiniz? Bunu şık-şıkla geyinəcəm. Bununla yəni. Çox şık bir şeydir bu. Çox qəşəngdir. Altta şortikdir.
Belə çox gözəldir bu. Ondan bunu kombinləyəcəm. Nerede nasıl kaldı? Mükəmməldir yəni bu. Sonra belə bir papaq götürürəm. İndi siz deyəcəksiniz ki, aynen bu yay papağı da. Bunu niyə götürürsən? Çünki uşaqlar şəkil çəkdirəcəm. Şəkil. Və bu arada bu sizə tanış gəlir. Mən bunu dəniz vlogunda taxmışdım. Çox gözəldir. Yəni bu çox gözəldir. Sonra bir dənə belə bir sumka götürürəm. Sumka dediyimə baxmayın. Bunun içində normalda makyaj lavasmatlarım zad olacaq. Belə taxacam. Karandaş da götür, pasta karandaş, rəqqeşlər. Yəni çox gözəldir bu, mükəmməldir. Daha sonra geyimlərdən qutaraq keçən bir dənə belə bir sumkamız var və sumkamızın içi doludur. Sizcə bunun içində nələr var? Üç dənə açki. İkisini de alabiliyorsun. İkisini də ala biləcəm, düz deyir. 3 dənə açkimiz var. Biri belədir. Bunu da dəniz vlogda taxmışdım. Mənim mafiyalara oxşadır bu. Çox gözəldir. Hal-hazırda biraz bunlar toz olub çünki 3 gündür sumkanın içində idilər. Bunları təbii ki də orada siləcəm. Belə bu birinci açkimiz. İkinci açkimiz. İkinci açkimizi təxminən 3 il bundan qabaq taxmışdım axırıncı dəfə. Amma yenə də qəşəng olduğu üçün yanıma götürmək istədim bunu. Baxın. Çox gözəl belə bir açkidir. Mükəmməldir bu. Bunu da götürürəm. Və son olaraq orada ən çox istifadə edəcəyim açki məncə bu olacaq. Çünki tam oranın əhval-ruhiyyəsinə uyğun bir açkidir. Baxın, belə şəffaf, gözəl, yumru bir açkidir. Bu mənim üzümə biraz böyük qalır. Hətta biraz yox, çox böyük qalır. Amma məncə bu mənə müayinə deyil. Çox gözəldir və mən bunu götürüb özümdən orada taxacam. Açkilər. Daha sonra bir dənə belə bandana. Aynen. Bir dənə belə bir bandana. Bunu indi bilmirəm. Ya başıma taxaram belə. Ya da yapalım. Ya da ki bu şəkildə. Ya da ki. Bunu belə boynuma taxaram. Heç bir fikrim yoxdur. Hansı şəkildə taxsam da yenə də gözəl olacaq. Bu arada sizə bir şey də danışacağım. İndi siz deyirsiniz ki, eşidirəm sizin danışıqlarınızı. İndi siz deyirsiniz ki, Aylin bir günlük, uzağı 2 günlük bir tətil üçün niyə bu qədər şey yaparırsan? Ben daha sağlık edemem. Niye? Sebep ne dair? Mən də onu deyirəm ki, uşaqlar, əgər blogersinizsə və əgər həyatınız kameradan asılıdırsa, bu çox, yəni olması lazımi olan bir şeydir. Bunlar olmalıdır. Çünki mən orada özüm əylənməyimə vaxt tapmayacağam. Oradan ancaq vloglar, şəkillər, videolar, TikToklar, snaplar, Instagramlar, hər şeyi çəkəcəm. Ona görə yanımda birdən artıq paltarlar olmalıdır. Hətta əlimdə nə qədər çox paltarım olsa, o qədər lazımidir mənim üçün. Fanarı zadı belə düşünmüşəm də, yəni o dərəcə. Hətta fanarımın işığı qutardı, gözləyin. Yəni qısaca demək istədiyim odur ki, əgər həyatınız kameradan asılıdırsa, bu qədər şey olmağı yəni normaldır. Daha sonra yanıma 2 dənə kapron götürmüşəm. Bir də ət rəngi. Bu şəkildə. Bunları o yubka ilə kombinləyəcəm təbii ki. Hansını geyinəcəm haqqında heç bir fikrim yoxdur. Hansı daha gözəl qalsın, hansı daha çox yararsa onu geyinəcəm. Daha sonra belə bir qırmızı crop. Bu da zaten yenidir, bilirsiniz kargo videomuzdan. Bunu götürürəm. Bəli, çox gözəldir. Bunu da kombinləyəcəm. Daha sonra belə bir kofta. Bir kofta götürürəm. Bu da çox gözəldir. Orada inşallah kombinləyə bilərəm. Gücüm çatdıqca. Daha sonra məncə ora ən lazım olan şey budur. Bunu zaten görmüsünüz. Bundan videolarım var. Belə. Çox gözəldir. İndi burada anlaya bilmirsiniz, amma orada əynimdə şəkillərdə görəcəksiniz. Hər şeyi yəni fikirləşib ayarlamışam və əminəm ki, bu çox gözəl qalacaq, çox yaraşacaq. O ortama, əhvalına da çox uyğundur. Belə bir hırka tərzi bir kofta götürdüm.
Çox gözəldir. Daha çox kofta götürmüşəm. Uşaqlar 2 dənə şalvar götürmüşəm. Daha çox koftaya ağırlıq vermişəm. Çünki bir günlük bir şey üçün özümdən ora şalvar yükələmək istəmirəm. 2 dənə şalvar götürmüşəm. Birini göstərdim, biri də geyinəcəyim, onu gedəndə geyinəcəyim üçün Spaniyada onu gətirməmişəm. Daha sonra bir dənə belə bir kofta. Bu çox qalın. Əslində qalın bir kofta deyil, amma mənim üçün çox qalındır. Belə yundur. Mən yun şeyləri heç xoşlamam. Yundur. Və bunu o bayaq göstərdiyim balonka var idi. Onun altından geyinəcəm. Onun da danışdığım kofta budur. Yəni bu çox gözəl bir koftadır və əminəm çox yaraşacaq. Daha sonra ən önəmli tərəf olan pijama. Təəssüflər olsun ki, mən dəstimlə bir yerdə özümə 2 dənə kofta, 2 dənə pijama və bir dənə dəst demişdim. Amma təəssüflər olsun ki, pijamalarım da gəlmədi, koftalarım da gəlmədi və dəstim də gəlmədi. Çox pis oldum, cidden çox pis oldum. Onları imanı bu tətildə geyməyi çox istəyərdim. Amma yəni olmayan bir şey üçün keyfimi pozmaq da istəmirəm açıqcası. Əlimdə olan şeylərin də çox təzədir və çox gözəldir. Ona görə hər bir işdə xeyir var deyirəm və bunları götürürəm. Yəni daha sonra o şalvarın koftası olan bu zaten əlimdə görmüsünüz. Bu mənim genəlliklə evdə də geyindiyim pijamadan biridir. Çox gözəldir bunlar da. Daha sonra bir dənə belə bir jaket. Ana bu nədir? Jaketdir, kutkadır, nədir bu? Pencək. Bir dənə cins belə pencək götürmüşəm. Bu da çox gözəldir. Cidden de burada çox göstərəmirəm uşaqlar. Əynimdə hər şeyi orada görəcəksiniz. Bu arada yolculuk vlogu da çəkəcəm. Qubada tətil vlogu da çəkəcəm. Yəni mükəmməl olacaq hər şey. Süper olacaq. Yəni bu da çox gözəldir. Daha sonra nəsə bunu göstərməyim. İndi yanıma götürəcəyim şeylər dediyim kimi bunlar deyil. Daha geyinəcəyim şeyləri isə bunları geyməyi düşünürəm. Bu şalvarımı. Bu şalvarımı cins qara gözəl bir şalvardır. Üstünə belə bir kepka. Belə indi pis qalır amma saçımı açıq qoyacağım ki məncə yaraşacaq. Bu kepkanı həm orada da taxaram, yolda da taxmaq məncə çox gözəldir. Bunu taxacağım. Bir də yeni aldığım kargo vlogumdakı o mükəmməl rozlu kofta. Bu da məncə çox gözəldir. Material olarak falan da her şey mükemmeldir. Bunu giyineceğim. Əlavə olaraq üstündən belə bir kurtka giyineceğim. Bu da zaten benim yanımda olacaq. Maşında qalacaq. Lazım olsa orada da üşüsəm falan giyinərəm. Bu da belə bir kofta. Kofta nədir? Kurtkadır. Yanıma götürəcəyim şeylərin yarısı bu qədər idi. İndi nələr əlavə edəcəyim haqqında heç bir fikrim yoxdur. İndi mən geyirəm, saçlarımı yuyacağım və daha sonra yola çıxdığımda sizə yolculuk vlogunu çəkəcəm. Hamınızı öpürəm. Sağ olun. Bay bay. Hələ yağma taklarımı falan da götürməliyəm bu arada. Yəni yağma hansı takları götürəcəyimi seçib gün ərzində onları taxacağım qollarıma. Bay bay. Sağ olun. Deyirəm mən niyə bu qədər az şey götürmüşəm? Yəni az şey götürməmişəm. Şu an yadımdan çıxıb. Sumkanın içində olan şeylər. Bir dənə belə bir bandana götürdüm. Bunu taxacağım belə başıma. İndi bildiniz də necə. Daha sonra bir dənə belə bir bandana. Bu da çox gözəldir. Bu anaya makyaj elədiyim vlogda görmüsünüz zaten belə. Bir də gecə yatanda başıma saçma taxmaq üçün belə bir bandana. Bu da çox gözəldir. Vlog bu qədər idi. İndi gedirəm başqa bir şeylər əlavə edeyim. Ayaqqabılarımı adı siləcəm. Ayaqqabılar da yanıma 2 dənə ayaqqabı götürürəm. Öpürəm sizi. Sağ olun. Bay bay. Gözəllərim, aradan təxminən 1 saat vaxt keçdi. Saçım zadım dağılıb çox üzr istəyirəm və kiçik bir qərar dəyişikliyi oldu. Videoda gördüyünüz üzrə pijama göstərirəm və o pijamanı götürmürəm. Tapdığım belə şortikli mini bir pijama var. Baxın, belə saroçkadır bu. Belə. Zaten orada əynimdə görərsiniz belə bir pijamadır. Şortiklə bunu götürürəm. Göstərəmirəm. Bunu götürürəm pijama olarak, bir də əlavə olaraq belə bir sportivni götürürəm. Bunu da koftalardan biri ilə kombinləyəcəm. Onda bay bay.